Salam aleykum. Deməli, fərdi qaşıq, bir də baz hissəsini hazırladım. Patates işlərində biz baz hissəsini səthi hazırlayırıq, printerdən çıxardırıq, səth baz hissəsini üzərində düzürük. Belə olan halda işimiz də dəqiq olur. Fərdi qaşığı göstərən birinci, keçdik dizayna, dolduranda belə deyik, iskelet işləmi seçirik. Seçdik, sadəliyini hansını seçə bilərik, fərq eləmir. 3D baskılı seçdik, tamam. Keçdik dizayna. Yaddaşa verdik. Keçdik buradan dizayna. Dizayna keçdik. Buradan irəli. Birinci işimiz yox burada. İkincidə diş verir bizə. Dişə ehtiyacımız yoxdur. Yəni, təxmini bir yerdən qoyduq irəli. Buralar işimiz yoxdur, ancaq irəli. Buradan irəli. Tamam olandan sonra burada iskelet işlemi var. Keçirik burada iskelete. İleri. Büyük programına keçirik buradan. Bir başka büyük programına keçirik. Açılsam bir dakika. Burada bu hissədə paralellik tuturuq birinci. Yan tərəfdən qızartılar var burada. Yan tərəfdən qızartıları elə tutmayıq ki, hər tərəfdən eyni səviyyədə tutsun da. Qaşıq da hazır rahat otursun. Paralellik tutandan sonra zalat vurduq. Yine qızartı qaldı. Ondan sonra fərdi qaşıqda bu hissədən boş qalmalıdır. Pirmenit. Bu hissədən pirmenit elədik. Bunların çoxsu videolar telefonla baxanda görsənmir. Oxşarsı yaxşı görsənmir. Gerək mütləq böyük ekranda baxmaq lazımdır, monitorda baxmaq lazımdır. Notebookda baxmaq lazımdır ki, görsənsin orada. İrəli, buradan irəli verdik. Biraz proqram çətin işləyir. Mən burada keçib bu hissədən keçib. Siqlalit olan yeri keçdik. Burada göstərim. Bəsində olsun başqa dil olar. Bu hissəyə keçdik. Burada doldurmaq üçün var, hamarlamaq, silmək var. Əgər doldurası yerimiz varsa, deyək, məsələn, diş çəkilib, yeri boşdur, burada dolmalıdır. Əgər rəsmi var, ya siləsi yerimiz varsa silməyik. Onu silmək üçün buradan istifadə edə bilirik. Burada bizim işimiz yoxdur, irəli verdik. Səhətlərini başlayacaq çəkməyə. Əvvəldən xət çəkəndə yaxşı olur işimiz. Burada indi xət yoxdur deyə düşmədi xət. Ona görə təxmini bir yerdən çəkirəm. Sənətimizi çəkdik. Baxırıq, əgər əksiyimiz varsa, düzəlsi yerimiz varsa burada, bu tərəfi bu hissədən, edit olan hissədən düzəliş edirik. Vurduq bura. Üstünə vurduq. Aşağı yuxarı edirik. Varsa, lazımsa edirik. Yoxsa, yine irəli. Bu hissədən amma konnektoru ləğv edirik. Ancaq bu setka verən hissə ilə buradan qlatki var. Keçdik qlatkiyə. Qlatkiyə keçdik. Qalınlığı qoyuruq 1.5. Biraz az da qoymaq olar. 1.5 etibar olsun, qalın olsun qaşıq. 1.5 qoyuruq. Sement zazorda məsafəsi, boşluq məsafəsini 0.6 saxlayıram. Bu lakin boş istəyib. Bəzən çox az qoyuruq biz. 0.2, 0.3 qoyuruq. İndi 0.6 qoydum. Lakin bizdən boş istəyib. Bu işləyənsi işdir. Yəni, təhvilə gedən təzə işləyik, iş işləyəcək bunun üstündə. Buradan keçdik preview. Yəni demək istədiyimi göstərmək üçün işləməm bu şey. Bu iş qaşıq işləyib təhvilə verəcəm. Həkim ölçü götürsün deyə.
Sonra permanent bu hissədən. Biraz proqram ağır işləyir. Çox donur. İrəli. Klamer gəlir. Klamer işimiz yoxdur. İrəli. Da. Zaponik spot bu doldurmaq. Boş yer varsa doldurmalıyıq. Baxırıq burada doldurası yerimiz yoxdur bizim. Əgər boş yerimiz varsa bu hissədən qalınlaşdıra bilirik. Buradan qalınlıq bu hissədir. Tolkində. Bu da deyib çəkdiyimiz şeyin bu hissə. Bunun qalınlığıdır. Diametridir. Bunun çəkəsi olduğu şey. Bizim burada işimiz yoxdur. İrəli. Burada işimiz yoxdur. İrəli. Ancaq irəli. Burada hamaramaq mümkündür. Modeli bunu gizlədim. Burada da eləyə bilərik. İrəlidə də eləyə bilərik. Qaşığın qub hissəsini qoyanda orada da eləyə bilərik. Bu hissədə baxırıq, əgər hamaramaq lazımsa motion üstü qaldırdıq. Diametrini qaldırdıq. Çox qaldıranda da donur. Çox qaldırmır. Bu hissələri bəs hamaramaq lazımdır ki, çox kəskin olmasın. Nəsə irəlidə eləyəcəm, irəlidə daha rahat edirik. Bu da mümkün deyil demək. İrəli verdik. Yeni irəli. Yaddaşa versin. Yaddaşa verəndən sonra keçməliyik burada qub hissəsini qoymağa, tutmaq üçün yer. Ondan tamamlayırıq. Tək bazis işləyəndə istəsək əgər, bu vəziyyətdə işləyə bilirik. Tək bazisidə və yaxud göstərdiyim qaydada bazisi işləyə bilirik. Bazisin qalınlığını 1 qoyuruq. Çox qalın qoymayaq ki, diş düzmə yerdə qalsın. Simetrizatoru da qoyuruq 0.2. Bayaq işləyən qaydada, bayaq işlədiyim qaydada işləyirik. Eyni qayda işlənir. Onda sadəcə olaraq keçid elə bir ki, buradan birbaşa keçirik skelet dizayna. Yəni bu dizayna keçmək ehtiyac yoxdur. Skelet dizayna keçdik. Eyni qayda gəlir. Sadəcə olaraq bir dənə orada simetrizatoru qoyduq. Məsafəni qoyduq 0.2, qalınlıq qoyduq 1. Yine bu yaddaşa versin. Deməli, yaddaşa verdi. Bunun hissədən qatof elədik. Saxlanıb da yaddaşa verdi. Bizə belə bir ekran gəlir bura. Mövcud iskelet dosyasını bu işarə olan, setka hissə olan bunu seçirik. Sağdan keçdik uzman moduna. Sağ düyməni vururuq burada. Burada hərəkətli protez və bu hissə var. Sərbəst tasarlayın. Vurduq bunu. Sarı renkli oldu, görürüz. Və bu hissədən burada boya çək var. Gəldik bura boya çəkə. Burada da qalınlığı var, diametri var. Diametri qalınlığı qoyuruq 3. Boyamızı çəkdik. Haradakı qub hissəsi qoyasıdır. Çəkdik. Keçirik sağ tərəfə. İşarəyə. Fare ilə işarə hərəkət etdiri var orada. Yanına baxırıq, qaldırıq yuxarı bunu. Tuturuq üstündən, sol düyməni vururuq, çəkirik yuxarı. Sol düyməni vururuq, yuxarı çəkdik, biraz qabağa doğru. Öndən də baxıq, görük düzdürmü? Biraz sola meyildi. Bu qədər. Bunu vurduq, təzən keçik, burada sərbəst var. Sərbəstdə keçdik. Pürsüzləşdirlə bəs hamaramaq lazımdır. Bunu artıraq bu hissə. Diametrdə qaldıraq. Sonra təkrar bir eləməliyik. Şimdi bir tək belə olmalı, qısadır bu. Yenə qaydırıq anatomikaya. Yenə keçdik burada hərəkətli parçaları boyamağa. Yenə bu qaşığın uc tərəfindən bir də çəkdik.
Çəkdik buradan. Yine buradan fare ilə hərəkətlə. Sonra qabağa çəkirik. Öndən baxaq düzəldi yerisi. Bu qədər. Yenə keçdik sərbəstə. Burada hamarlayırıq. Modelimizi gizlədək. Burada yenə baxırıq sərhədlərində varsa problem. Hamarladıq. Tamam, işimiz tamam oldu. Bundan sonra yaddaşa verdik. Hazır. İstəsik deşik açmaq üçün də bu işdə deşik açmayız amma lazım olanda deşik açmaq olur. Burada eklenti var. Keçdik bura. Aşağı düşürük. Parametrik tasarım var. Bunu seçəndən sonra burada kaldır bak. Eklə başqadır. Bunu vursam məsəl üçün əlavə edəcək. Bizə lazımdır kaldır. Silmək üçün. Bunu da burada geometriler var. İstədiyimiz qalınlıqda eləyə bilirik. Üstünə 2 dənə vurduq, əlavə çoxalır. 2 dənə vurduq, bir dənə verir. Sonra məsəl üçün bax, 2 dənə vurduq. Bir də verdi. Özü avtomatik deşik verir onda. Bunu biraz uzun qoymaq lazımdır ki, burada uzatmaq münasib uzadan. Qalınlaşdırandır, uzadandır. Belə. Üstünə 2 dənə vurduq, özü avtomatik deşir. Biz haradan ki deşəcəyik? Deşiklərimizi açdıq. Bir şey versəz. Deşiklərimizi açdıq. Şimdi yaddaşa veririk. Oku vurduk buradan. Evet. Sakla. Sihirbaza keçdik. Deşiklər var burada. Burada ihtiyac yok aslında. Ben qayıdıb onu düzəldəcəm. Video üçün saxlamışam burada. Keçdik bura. Yaddaşa verib bir şey. Hazır qaşığımız.